əksəriyyətimiz Quran oxumuruq. Bu söz biraz ağır da olsa, bununla barışağın. Əlimizə Quran alıb oxumuruq. Biraz tez gəlmirsən, Quranın tərcümələri var. Götür, namaza qədər oxu, namazdan sonra oxu. Çalış, Quranla ruhun qidalansın. Çünki Allah öz kəlamı ilə sənin ruhu dirildər, təfəkkürü, tədəbbürü artırar. Allah Teala Ali İmran surəsinin 144-cü ayəsində buyurur: وَسَيَجْزِلَّهُ الشَّاكِرِينَ Allah şükr edənlərə mükafat verəcəkdir. Çalış, şükr edənlərdən ol. وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورِ Digər ayət-i şərifədə buyurur: bəndələrim içərisində davamlı şəkildə mənə şükür edənləri azdır. İfadəyə diqqət edək, bəndələrim arasında davamlı şəkildə mənə şükür edəni azdır. Yəni, bəzi insan görürsən bir neymətin bir dəfə şükür edir, yaddan çıxardır. Amma o neymət səndə ikən elə davamlı şəkildə ona şükür etsən, xoş halına. Zaten bəndələr arasında şükür edənlər azdır, şükür edənlər içərisində də davamlı şəkildə şükür edənlər azdır. Bunlar bir-birinin ardıca olan məsələlərdir.